Mercedes sürənlərə. Çox da belə 111 motorunu mənə şey eləməyin, tək mənə yox, prinsipi, tək 111-i belə kodur tutmayın. Çünki BMW-nin də öz M50 motoru var. Siz bu motora atseçka versəz, bilirəm ki, bu maşını çoxsu alanlar, hamısı sürənlər atseçka verir. Sürməkləri, yəni hər adamın öz sürməyi var. Prosta imенно motor setafordan yerindən götürürsən, istərsiniz qazın, aborodla yerindən götürürsən və maşının motoru bunlara hamısı dözür naqruzkaya. Ona görə siz yazırsınız ki, bəs nə bilim bu dörd-gözlər 160, hər videoda mən yorulmuşam bu demək. Çünki mən hər videoda bunu yazırlar ki, bəs dörd-göz 160-170 ilə gedir, Bakı-Qazax yolunuzadır, heç nə olmur. Siz 160-170 ilə getsəz də düz yoldur. Siz yəni ki, korobka atır 5-ci pilləyə, sizin orada abarodunuz var maksimum 3500-4000 tutaq ki. Bəlkə də az, bəlkə də çox bilmirəm, amma istərsiniz sizdə atseçka olmur. Mən hələ bir adam görməmişəm ki, hansı ki öz Mercedesini həmişə elə sürsün ki, həmişə bu taxometr atseçkada olsun. Bütün hər şeydə buradan atseçka yox. Mercedesi elə sürmək prinsipi düzgün görməli fikrimcə. Mercedes onun üçün yaranmayıb. Mercedesi komfortla sürməlisiniz. Yəni onun heç bir mənası olmayacaq ki, siz hər peredaçanı, hər skorusu atırsınız atseçkaya. Amma bu maşınlar, bu motorlar həmişə atseçka görən motorlardır və motoru dağıdan şey, как раз таки atseçkadır.